Hər birini salamlayıram əziz izləyicilər və yeni videomda sizləri xoş gördük. Bugün mən sizinlə esseyə, yəni writingimizə necə daha çox söz artıra bilərik, hansı yollarla daha çox söz artıra bilərik, o mövzunu müzakirə edəcəyik. Və mənim kanalımda digər bir videodan 9-cu siniflərin buraxılış imtahanı üçün esseyi necə yazmaq lazımdır, onun qaydasını öyrətmişəm. Onun qaydası haqqında video çəkib paylaşmışam. Ora daxil olub esse yazmaqda çətinlik çəkirsinizsə ona baxa bilərsiniz. Və bugün mən həmin o yazdığımız esseyləri necə daha çox genişləndirə, çox sözdən istifadə etmiş ola bilərik ki, hansı ki biz istəyirik, bizə daha çox bal gəlsin bu esseylərdə. Deməli, mənim sizə məsləhətim ondan ibarət olardı ki, əgər çox söz yazmaq istəyiriksə esseydən, biz ilk öncə daha çox sifət və zərflərdən istifadə edək və bunun üçün də gedin imtahana kimi çoxlu sifətlər, bildiyiniz sifətlərə aid lüğətinizi artırın, zərfləri də həmçinin və ən çox amma sifət daha uyğun olardı. Daha sonra bir də bağlayıcılar yaxud bağlayıcı sözlər, sadəcə olaraq bağlayıcı yazıram. Zaman bildirən sözlər hər biri elə zərflərin, zərfliklərin içində daxil olur və müəyyən ifadələr vardır ki, məsələn, at first yaza bilərsiniz ilk olaraq. At first, bax, bundan istifadə edə bilərsiniz. Yaxud bunun əvəzinə firstly yaza bilərsiniz. Firstly, bunlar da bağlayıcı sözlərdir. Yaxud ikinci hadisəni verirsinizsə, secondly yaza bilərsiniz növbəti olaraq. Daha sonra bəzən uşaqlar demək istəyirlər ki, sonra məsələn onlar parka getdilər. Bunu uşaqlar götürürlər, yazırlar ki, after. Xeyr, after yazanda məsələn hər hansı bir hadisəni verməlisiniz, yəni ondan sonra. Məsələn, after going home. Evə gedəndən sonra, məsələn, he went to bed. O yatmağa getdi. Amma ki, siz bir hadisə vermirsiniz. Sadəcə demək istəyirsinizsə ki, sonra onlar parka getdilər. O sonra bu thendir. Bu thenndən istifadə edə bilərsiniz. Then, sonra. O halda bir halda kimi ilə tərcüməsi var, amma bu siz öz esseylərinizdə bu then-ci, secondly, at first, firstly kimi sözlərdən istifadə etsəniz çox gözəl olar. Zəhmət olmasa mən bu sözləri yazdıqca siz də öz dəftərinizdə qeyd götürəsiniz. Ondan sonra bir şəkli qarşınıza qoyun, esseyinizi yazın və onu şərhlərə siz yazsanız, mən onu böyük məmnuniyyətlə yoxlayaram. Harda səhvləriniz varsa onları da sizə izah edərəm. Bunları götürün qeyd kimi. Daha sonra, bəzən uşaqlar demək istəyirlər ki, məsələn, buna görə də. Onda deyə bilərlər ki, bax, because deyil, buna görə də deyəndə, because-dan yox, yəni çünkidən yox. Onda because of that birləşməsindən istifadə edin. Buna görə də, yaxud ona görə də. Ona görə də. Yəni, bu because of birləşməsi görə kimi tərcümə olunur. Buna sinonim olaraq biz due to-dan da istifadə edə bilərik. Hansı ki, siz əgər esseyinizdə, writinginizdə due to-dan istifadə edirsinizsə, bunu bir dəqiqə səliqəli yazın. Yəni, sizə həqiqətən ona görə bal verəcək. Çünki bu due to çox gözəl ifadədir. Hətta IELTS-a hazırlaşanlar da onu öz writinglərinə, yaxud speakinglərinə əlavə etməyə çalışırlar ki, daha çox bal versin. Çünki səviyyəli ifadələrdəndir. Bu ifadələri zəhmət olmasa götürün. Mən də cümlənin içərisində indi yuxarıdakı esseyi genişləndirməyə çalışacağam və orada da istifadə edəcəm. Deməli, bu hissəni indi silirəm və esseyimizi genişləndirməyə çalışaq. Deməli, dedim, nədən istifadə edəcəyik? Sifətlərdən, zərflərdən, bağlayıcı sözlərdən və həmçinin özümüzdən əlavə cümlələr də artırmağa çalışaq. Mən burada sizə şəkli qoymadım. Sadəcə bu esseyin, sanki təsəvvür edin, bu yuxarıdakı esseyi siz yazmışsınız, onun əsasında genişləndirmə eləyirik. Şəkildə də heç bir ehtiyac yoxdur. Yəni, izah edəcəm. Deməli, başlayaq. Esseyi istəyirsə özünüz bir dəfə də oxuyun. Zaten mən burada cümlə-cümlə oxuyacağım.
Şəkili təsvir edimsə, burada şəkili qoysam yer çatmayacaqdır düzgün. Səliqəli olsun deyə şəkili qoymadım. Sadəcə essemizi qoydum mən bura. Şəkildə yağışlı bir gündür. 2 dənə qızdır. Qalın paltarda geyiniblər. Əllərində də çətir var. Küçə ilə gedirlər. Balaca bir pişik balası görürlər. O pişik balasını götürürlər, gətirirlər evə. Süd verirlər. Orada qabın içində nəysə də süd içir pişik balası. Elə bu şəkildən ibarətdir. Onlar da kənardan buna baxırlar. Burada da yazıblar ki, deməli birinci cümləyə baxaq. One day Jessica and Jennifer were going home. Deməli tərcüməsi nədir? Bir gün Jessica ilə Jennifer evə gedirdilər. Mən yağış yağırdı, hava necə idi və sair tipli cümlələrin quruluşunu sizə ötən videomda izah etmişəm. O videoya daxil olaraq baxa bilərsiniz. Deməli it was raining deyəndə o yağış yağırdı kimi nəzərdə tutulur. Məsələn, yağış yağırdısa, qızların da əlində qalın paltar var. Biz də həmçinin əlavə edərik, bilərik ki, hava həqiqətən çox soyuq idi. Çünki növbəti cümlədə deyir ki, they saw a kitten in the street. The sisters took the poor kitten home, gave some milk. Yəni bunu evə apardılar. Küçədə balaca pişik balasını görüblər. Təbii ki də o üşüyüb ki, onu evə aparıblar da. Çünki yağışlı havada axı. İndi biz bura hava ilə bağlı bir cümlə də əlavə edək ki, hava həqiqətən çox soyuq idi. Bunu necə yazacağıq? Bunu itlə də yaza bilərik. Yaxud elə havanın özünü də mübtəda kimi qoya bilərik. Yəni, the weather idi, was, yəni to be-nin keçmiş zaman formaları ilə weather də təkdə olduğu üçün was-dan istifadə edirik. Was, sonra həqiqətəni qoyacağıq. Really çox gözəl sözdür, həm yadda qalan sözdür. Onu da yadınızda saxlayın. İmtahanda, yəni writing-inizdə istifadə etsəniz gözəl olur. Really çox soyuq. Was really cold, yaxud was really very cold da yaza bilərsiniz. Keçək indi növbəti cümləyə baxaq. Görək əlavə edə bilərikmi? Deməli, növbəti cümlədə deyir, they saw a kitten in the street. Onlar küçədə pişik balası gördülər. Bu cümlədə gəlin nə edək? Bu cümlədə biz gəlin pişik balasını təsvir edək. Ona bir necə sifət əlavə edək? Yəni sözlərimiz çox olsun, niyə də yox? Yazaq ki, onlar küçədə çox balaca və çox şirin, belə yazaq. Balaca və çox şirin pişik balası gördülər. Zaten pişik balası gördüləri orada yazıb biz balaca və çox şirin əlavə edəcəyik. Gördülər. Deməli, birinci mübtədanı yazırıq they. Daha sonra xəbərimizi they saw, onlar gördülər. Deməli, nəyi görüblər? Balaca, burada and yazırıq çünki pişik balası sağlam tək isimdir. A little and və çox şirin and very cute. A little and very cute. Very-ni yazsanız da olar, yazmasanız da. Very cute kitten. Pişik balası. Harada? Yer bildirən söz. In the street. Gördünüz. Burada da biz 3 söz əlavə etmiş olduq. Deməli, 3 söz burada əlavə etmiş olduq biz writing-imizə. Yuxarıdakı cümləni də əlavə etmiş olsaq, 1, 2, 3, 4, 5. 5 söz də orada. Deməli, hər iki 8 söz əlavə etmişik. İndi davam edək. Üçüncüdə nə deyir? Deyir ki, the sisters took the poor kitten home and gave it some milk. Bundan əvvəl küçədə görüblərsə yağışlı havada, yazaq ki, pişik balası islanmışdı, yəni yağışın suyundan islanmışdı. Bunu həm cümlə artırmış olduq, həm də söz artırmış oluruq. Yazaq ki, pişik balası, burada mən istifadə etdiyim sözlərdən hansınsa bilməyə bilərsiniz, yəni onları götürərsiniz. Qeyd şəklində normaldır. Pişik balası tamamilə də islanmış yaza bilərik. İslanmış və elə islanmış yazaq. İslanmışdı.
İslanmış o adamlar islanır yağış üstündə. O drenched-dir. İndi yazacağım. Pişik balasını yazam mübtədanı. The kitten artıq bizə məlumdur axı bu pişik balası. Ona görə Z-dən istifadə etdik. The idini yazaq. Was. Bu da drenched. Drenched. Belə. Səliqəli yazın bu sözü. Siz götürərsiniz. Writinglərimizin çoxu ilə hava ilə bağlı olur. Birdən lazım olur. Burada neçə söz əlavə etmiş olduq? 1, 2, 3, 4. 4 söz də burada əlavə etmiş olduq. Bunu da burada qeyd eləyirəm. Aha. Sonra nə etdilər? İslanmışdı. Bunda the sisters took the poor kitten home and gave it some milk. Onu evə apardılar və biraz süd verdilər. Sonra the kitten felt comfortable and fell asleep on the floor. Deməli, rahat hiss etdi özünü pişik balası və döşəmədəcə yatdı. Daha sonra the sister sat on the sofa watching the kitten and felt happy. Deyir ki, bacılar divanda oturaraq pişik balasına baxdılar və xoşbəxt hiss etdilər. Deməli, bundan əvvələ pişik balasının yəni özünü rahat hiss edib yatdığı hissəyə də cümlə əlavə edə bilərik ki, artıq o belə yazaq. İndi o təhlükəsiz idi. Təhlükəsiz və isti də yaza bilərik də, yəni isinmişdi bu mənada. Yazaq ilə indi o təhlükəsiz idi. No, yəni həyat təhlükəsi yox idi. No, it, yəni o orta cins olduğu üçün itlə yazırıq. It was safe. It was safe and warm da yazmaq olar. Baxın, həm də isinmişdi o mənada. No, it was safe and warm. Burada neçə söz əlavə etmiş olduq? 1, 2, 3, 4, 5, 6. 6 söz də burada əlavə etmiş olduq. Görürsünüz, çox rahat cümlələrdə heç bir sıranı pozmayacaq. Və yəni biz nədən istifadə etdik? Demək olar ki, sifətlərdən istifadə etdik və necə deyim, həmçinin cümlələri daha detallı şəkildə vermiş olduq. Hissləri ifadə etdik. Niyə də etməyək ki? Həm söz artırmış oluruq, həm daha böyük essay yazmış oluruq ki, bilirik ki, onda da bizim balımız gələcək həqiqətən. Deməli, neçə söz əlavə etmiş olduq ümumiyyətlə? 5 buradan, 3 buradan 8, üstünə gəlsin 4, 12, üstünə də 6-nı gəlsək 18 yeni söz əlavə etmiş olduq. Əvvəlki essayimiz 51 sözdən ibarət idi. Və biz bunu 51 sözdən qaldırdıq, elədik 69 söz. Və mən bunu niyə çox qaldırmadım? Mən sadəcə xırda cümlələrlə elədim ki, sizin yadınızda qalsın və tam anlayasınız ki, hansı yollarla elədik. Yəni, siz necə edib artıra bilərsiniz. Sadəcə elə sifətlərdən, bağlayıcı sözlərdən istifadə edib çox gözəl essayinizi genişləndirə bilərsiniz. Və mənim sizə məsləhətim olardı ki, sifətlərdən lüğət bazanızı genişləndirəsiniz. Həmçinin mənim yazdığım bağlayıcı sözləri də götürəsiniz. Daha sonra sinonimlərdir, antonimlərdir, hissləri ifadə etmək üçün olan sözlərdir. Bunlar da yəni təsvir üçün olan sifətlərdir. Bunlar da çox gözəl şəkildə təkrarlayıb elə gedəsiniz imtahana. Və bir daha imtahanda hər birinizə uğurlar arzulayıram. İnşallah çox gözəl keçər imtahanınız. Və hər hansı bir istəyiniz varsa rəylərə yazın. Hansı hissədə, ingilisin hansı hissəsində çətinlik çəkirsiniz, rəylərə yazın və mən o barədə sizə böyük məmnuniyyətlə video çəkib paylaşaram və kömək olmağa çalışaram. Və həmçinin onu da qeyd etmək istəyirəm ki, onlayn hazırlıqlarımız davam edir və əgər ki, hazırlıqlara qoşulmaq istəyənlər abituriyent hazırlığı, həmçinin təkmilləşdirmə sinifləri buraxılış imtahanı üzrə hazırlıqlarımız davam edir. Hazırlıqlara qoşulmaq istəyən hər kəs, bütün şagirdlər rəy bölməsində qeyd edə bilər. Mən oraya əlaqə nömrəsini yaza bilərəm. Və həmçinin speaking dərslərimiz, məktəblilər üçün speaking danışıq dərslərimiz də davam edir. Məlumat almaq istəyənlər də rəy bölməsinə yaza bilərlər.
Çox sağ olun. Hələlik bu qədər. Hansı tip videoların izahını istəyirsinizsə, rəy bölməsinə qeyd edin və bəyənməyi, həmçinin abunə olmağı unutmayın.